Hörmətli Türkiyas TV-nin izləyiciləri, hal-hazırda burada aprel döyüşlərində də iştirak edən şəhid valideyn var. Sözü veririk ona. Buyurun. Hər birinizi salamlayıram. Bugünkü gündə 20 yanvar şəhidlərinə görə yığılmışıq. Allah bütün şəhidlərimizi cənnətdə eləsin. Azərbaycan yaşadıqca, Azərbaycan əhalisi yaşadıqca, türk dünyası yaşadıqca şəhidlərimiz də yaşayacaq və şəhidləri yaşadanlara da Allahdan kömək istəyirəm. Allah sizləri var eləsin, bir daha şəhidlər olmasın. Bütün uşaqlar, bütün övladlar sülh əmin-amanlıq içində böyüsünlər. Mən Allahdan bunu arzu edirəm. Çox sağ olun, minnətdarım sizə. Sağ olun, çox sağ olun. Allah sizin də oğlunuza rəhmət eləsin. Bildiyimə kimi sizin oğlunuz aprel döyüşlərində şəhid olmuşdu. Allah ona da qəni-qəni rəhmət eləsin. Allah sizlərə səbir versin. Təşəkkür edirəm. Çox sağ olun.